Yoldaşlar, hər vaxtınız xeyir. Mayın 15-də təşkil olunmuş dövlət qulluğu imtahanının BB, BA və AC kateqoriyası üzrə informatika suallarından ibarət izahla tanış olacaqsınız. Bundan sonraki videoda isə eyni kateqoriyalara düşmüş qəbul suallarını toplu şəkildə izah eləyəcəm. Və Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi müəllimlərə qarşı qeyri-etik bir mübarizə forması seçərək, müəllimlərə keçmiş suallar verərək, tələbələrin imtahanlardakı səhvlərinin aşkarlanmaması, səhv sualların ifşa olunmaması, müəllimlərin Dövlət İmtahan Mərkəzinə irad bildirməməsi yolunda müəllimlərin qarşısını kəsirlər. Lakin Dövlət İmtahan Mərkəzinin bu cəhdləri mənim üçün faydasızdır. Şəxsən ekranda gördüyünüz bütün suallar qəbul suallarıdır. Onlar bizdən gizlətsələr də biz sualları sizinlə paylaşacağıq və biz sizə dəstəyimizi hər zaman davam elətdirəcəyik. Məntiq fənnindən də bütün sualları AC, BA, BB kateqoriyası üzrə düşmüş sualların hamısını bir videoda növbəti 1-2 gün ərzində çəkib YouTube'a qoyacağım və mübarizəmizi inşallah sona qədər davam edəcəyik. Bunu seçən Dövlət İmtahan Mərkəzidir. Tələbələrin imtahanda olan səhvlərini aşkarlanmaması üçün və yaxud müəllimlərin sualları görməməsi üçün yaratdığı bu şərait heç də legal və etik hərəkət deyil, qanuna ziddir. Bütün tələbələr, imtahana ödəniş ödəyən bütün tələbələr imtahan suallarını görə bilir. Bir dənə dövlət qulluqçularından bu gizlədilir. Bu da çox ciddi suallar və narahatçılıq yaradır bizlərdə. Amma mən həmişə tələbələrin yanında və haqqın tərəfində olduğumu düşünürəm və düşünürəm ki, biz bu sualları sizinlə bölüşməliyik. Siz bu sualları görməlisiniz ki, növbəti imtahanlarda nələr düşə biləcəyini təxmin eləyəsiniz. Qısacası iyun imtahanına və yaxud iyul imtahanına hazırlaşanlar may sualları ilə tanış olsun. 56-cı sualla başlayaq. Excel 2019 cədvəl prosesorunda işçi vərəqin adında hansı simvoldan istifadə etmək olar? Yoldaşlar, 7 qadağan olmuş simvol var Excel işçi vərəqinin adında. Bu qadağan olmuş simvollarla bizim 96 səhifəlik konspektimizdən tanış ola bilərsiniz. Biz tələbələrimizə təxminən oxumaq üçün 150 səhifə, 170 səhifə civarı material veririk. Lakin ümumi bütün tələbələrin faydalanması üçün 96 səhifəlik konspekt düzəltmişəm və onu ödənişsiz şəkildə yaymışam və kim istəsə onu bizim əməkdaşlardan əldə edə bilər. Düzgün cavab burada D variantıdır. Slash işarəsinin bu düz versiyası Excel işçi vərəqinin adında istifadə oluna bilər. Göstərilən fraqment hansı lent tabına aiddir? Söhbət PowerPoint proqramından gedir. Bu təbii ki, dizayn lent başlığıdır. Tərtibat və üslublar vermək üçün, slaydların rəngini filan seçmək üçün istifadə olunan bir tabdır. 58-ci sual. OSI etalon modelinin hansı səviyyəsi digər iki səviyyə arasında ötürülməni təmin edir? Düzgün cavab nəqliyyat səviyyəsidir. Ümumiyyətlə OSI-nin düz 7 səviyyəsi var və bu OSI modelinin səviyyələrini azdan çoxa və yaxud çoxdan aza doğru əzbərləmək lazımdır. Nəqliyyat səviyyəsi özündən əvvəlki və özündən sonraki səviyyələr arasında ötürülmək üçün nəzərdə tutulub. 59-cu sualda WordArt hansı lent tabında yerləşir deyə soruşublar. WordArt estetik yazı nümunələridir və əlavə et başlığında, yəni insert lent tabında yerləşir, hansı ki bu da məşhur suallardan biridir, tez-tez istifadə olunur. Yoldaşlar, bir şeyi nəzərinizə çatdırım ki, siz burada həm BA, həm BB, həm də AC kateqoriyasından müəyyən suallar görürsünüz. Hansı sual ki, sırf hansısa bir kateqoriyanı əhatə eləyəcəksə, mütləq şəkildə mən onunla bağlı məlumat verəcəm. Aşağıdakılardan hansı biri verilənlər bazasının idarə edilmə sistemidir? Bəzi tələbələr deyir ki, müəllim, bu sual bizə düşə bilər. Əlbəttə düşə bilər. Siz yalnız BA tələbəsi olaraq bu 60-cı sualı görmək məcburiyyətində deyilsiniz. BA-nın proqramında Access 2019 var və mövzu kimi keçilir. Amma
BB də AS tələbəsi də bilməlidir ki, Access verilənlər bazasının idarə edilmə sistemidir. Yəni VBIS-dir. Niyə bilməlidir? Çünki software proqramların təsnifatını bizdən tələb edir. Öyrənməyi tələb edir. Cədvəldə axtarış serverinə verilmiş sorğular nəticəsində və ya sorğuları müxtəlif simvollarla göstərilib, deyir ona aid nümunələrə uyğun tapın görək universitet və kollec sorğusuna neçə səhifə tapılar internetdən. Yoldaşlar, mən bunun üçün sizə belə deyək, çox rahat bir metod demişəm. Demişəm ki, burada cüt və tək verilənləri toplayıb bir-birinə bərabər eləmək kifayətdir. Baxın, universitet, kollec və məktəb sözləri tək veriliblər. Onları toplayacaqsınız. Universitet və məktəb cütdür. Məktəb və ya kollec cütdür. Bunlar da cütdür. Cüt deyəndə iki və daha çox verilənin birləşdirilməsi. Yəni and və orla verilənlər nəzərdə tutulur. Və həmçinin bu soruşulanda bu dördünü də bir toplayacaqsınız. Qısacası 84 üstəgəl 47 üstəgəl 19 bərabər olmalıdır 12 üstəgəl 0 üstəgəl 120 üstəgəl x-a. Buradan x-i tapıb cavabı rahatlıqla verə biləcəksiniz. Növbəti sualımız. Bottom of page əmri nə üçün nəzərdə tutulur Word proqramında? İşarə də qoyub. Bottom of page aşağıda da göstərir. Baxın, vərəqin aşağısıdır. Soldan ya ortadan ya da sağdan nömrələmək üçündür. Məntiq nədir burada? Sənədin aşağı tərəfinə səhifə nömrələrinin əlavə olunması. Cavab D variantı. 63-cü sual. View tabının hansı əmrini seçmək lazımdır ki, ekrandakı görünüş əldə olunsun? Yoldaşlar, əgər ekranda slaydlar eskiz formasında görünürsə, altında nömrələmə və yaxud sağında onların saniyələri filan görünürsə, bu o deməkdir ki, biz slide sorter görünüş rejimini seçmişik. Slaydları çeşidləmək, onları sıralamaq üçün ideal görünüş rejimlərindən biridir. 64-cü sual isə Dövlət İmtahan Mərkəzinin informatika fənnindən hazırlaşanlara qarşı elədiyi sui-qəsdlərdən biridir. Heç məntiqli deyil. Onsuz da tələbə informatikadan kifayət qədər məlumat oxuyur. Sən həmin tələbəyə həmçinin də müxtəlif qanunlara da istinad eləməyini tapşıra bilmərsən. Çünki bu qanunvericilik fənni adı altında tədris olunmayan qanun niyə informatikada tələbəyə sual kimi verilsin? 64-cü sual. İdarələrarası elektron sənəd dövriyyə sistemi haqqında əsasnaməyə əsaslanan bir sualdır. Sistemin təşkilatçısı, operatoru və iştirakçılar haqqında məlumatlardır. Kimin funksiyası nədir onu soruşur sizdən. Bu konkret qanundur yoldaşlar. Düzgün cavab B variantıdır. Həmin əsasnaməni oxuyan tələbələr və yaxud məntiqlə tapmağa çalışan tələbələr düzgün yanaşmışdılar. Digərləri təəssüf ki, düzgün cavab verə bilməmişlər. Dövlət İmtahan Mərkəzi fərdi məlumatlar haqqında qanun, idarələrarası elektron sənəd dövriyyəsi haqqında əsasnamə, daha sonra informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna arada bir istinad edib informatika fənni altında sual salır. Bunu legal şəkildə eləyir. Yəni bir müraciət edib o balı qazana bilmirsiniz. Çünki yazıb informatikanın içində o 3 dənə qanunu. Amma həmin qanunlar informatika müəllimləri tərəfindən tədris olunmur və yaxud ən yaxşı halda informatika müəllimləri o qanunların e-qanundan sizə nəzəriyyəsini ata bilər ki, oxuyun. Çünki qanunvericilik müəlliminin işində informatika müəlliminə tapşırmaq istəyir Dövlət İmtahan Mərkəzi. 65-ci sual. Page border əmri nə üçün nəzərdə tutulub? Page border sənədin səhifələrinə müxtəlif çərçivələr əlavə etmək üçündür. Page border'a daxil olaraq onun müxtəlif versiyalarda çərçivə variantlarını görürsünüz ki, vərəqin kənarlarına əlavə eləyəsiniz. 66-cı sual. Çap pəncərəsi. Baxın, burada sizə müxtəlif səhifələr verib, aşağıda da yazıb ki, only print even page əmri aktiv edilsə.
Even nə deməkdir? Even odd tək, even cüt deməkdir. Cütləri seçməliyik buradan. 2-dən 6-ya qədər cütlər. 2, 4, 6, 10 özü, 12 və 14. Neçə dənə səhifə elədi? 6 səhifə. Two page per sheet deyə 6-nı bölürsünüz 2-yə, eləyir 3. One side deyə heç nə eləmirsiniz. 3-ü də vurursunuz 3-ə, eləyir 9 səhifə. Bir daha baxım, nəsə şübhələndim, görüm düzmü ki, qeyd elədim. Even cütdür. Cütləri seçsəm 2, 4, 6, 10, 12, 14. Elədi 6 səhifə, bəli. 6-nı 2-yə bölərək 3 tapdım, 3-ü də 3-ə vurdum 9. Doğrudur. Növbəti sualımız isə əsaslanır Excel-ə. Sadəcə tərcümə ilə belə yazıla biləcək bir sualdır. Line color əmri nə işə yarayır? Cədvəldəki çərçivə xətlərinin rəngini dəyişməyə əsaslanan bir pəncərə açır. İş masasının fon şəkli ekranda hansı rejimlərdə yerləşdirilə bilmir? Bu, bizim də nəzəriyyəmizdə mövcud olan, az-az düşən, amma arada istifadə olunan sual tipidir. Personalize düyməsinə klikləyərək siz burada ekrana şəkil yerləşdirə bilərsiniz. Şəkil yerləşdirəndən sonra choose a fit əmri ilə şəkli, bax bu metodlarla fill, fit, stretch, tile, center və span növləri ilə ekranda yerləşdirmək olar. Burada isə sizə sual verir ki, hansılar olmur? Seçəcəksiniz 1, 3 və 5-i. Çünki onlar həmin o siyahıda yox idi, gördüyünüz kimi. 69-cu sual birbaşa nəzəriyyəmizdə dalbadal yazdığımız 3 cümlədir. Bilirsiniz ki, informasiya təhlükəsizliyi haqqında ölkədə ilk nəzəriyyəni mən yazmışam və şükür Allah Dövlət İmtahan Mərkəzinin yaratdığı bütün imtahanlardan sualların 90-95%-i demək olar ki, mənim nəzəriyyəmdən qaynaqlanır, mənim nəzəriyyəmdə mövcuddur. Mən heç kimdən dəstək almamışam. Öz oxuduqlarım, bildiklərim, Wikipedia və kitablar sayəsində böyük bir nəzəriyyə yaratmışam. Hansı ki, hər imtahan informasiya təhlükəsizliyindən 2-3 sual düşür və fəxrlə nəzəriyyəmə baxaraq onu gözəl əhatə etdiyini görürəm. Siz də mənim nəzəriyyəmlə tanış ola bilərsiniz və bu mövzu ilə bağlı nəzəriyyəni bizdən əldə edə bilərsiniz. Heç bir ödəniş qarşılığı olmadan. İmtahandan da qabaq sizlər üçün webinar eləyəcəm. Webinara da qoşularaq inşallah bilik və bacarıqlarınızı mükəmməlləşdirərsiniz. Mobil təhlükəsizliyi üçün qabaqcıl təcrübələr. Yəni, telefonlarınızın təhlükəsizliyi üçün nə etməlisiniz? İctimai Wi-Fi-lardan istifadə etməlisiniz. Xeyr, ən azından istifadə edəndə VPN qoşmalısınız. Təhlükəsiz proqramlar quraşdırmalısınız. Bəli. Uzaqdan izləmə və silmə funksiyalarını aktivləşməlisiniz. Bəli. Ən azından telefonunuz oğurlananda filan doğru hərəkət etmək üçün. Two-factor authentication istifadə etməlisiniz. Bəli. Mobil tətbiqlərə bütün icazələri xeyr verməli deyilsiniz. Niyə hər hansısa bir oyun proqramı mənim qaleriyama, mənim kontaktlarıma girə bilsin ki? Düzgün cavab 2, 3, 4. Və nəhayət 70-ci sual. Mən sonuncu imtahanın informatikasını çox çətin dəyərləndirmirəm, orta dəyərləndirirəm. Məncə orta idi. Bir də ki, yoldaşlar, bizim bu videoya baxan tələbələr bazalı tələbə olmalıdır. Qəbul və sınaq izahı izləyən tələbə bazalı tələbə olmalıdır. İndi isə 70-ci sual. Deyir C2 xanasındakı qiyməti C3-dən C9-a qədər diapazonlara da sürüşdürəndə D1 xanasının qiyməti nə olur? Baxın, D1 xanasının qiyməti count if, say əgər C2-dən C9-a qədər qiymətlər uyğundursa. Qısacası yoldaşlar, bütün bunların cavabını tapmalıyıq. Və bu funksiya, if funksiyası yoxlayır A2 xanasını. Deyir A2 xanası ifin içində şərt verib. If özü şərt deməkdir. Şərti biraz böyük verib. If əgər bu funksiyanı yoxlayacağıq. Bu funksiyanı. Bu funksiya düzdürsə cavab uyğundur. Düz deyilsə uyğun deyil. Məntiq budur da yəni.
Neçədən uyğundur söz çıxacaq, neçədən uyğun deyil ona baxırıq. Yoldaşlar, əgər bu funksiya A2 xanasını yoxlayırsa, A2, A2, B2. Bir vahid bunu aşağı düşürdəndə A3, A3, B3 olacaq bu. Sonra A4, A4. Yəni hər dəfə bir vahid aşağı sürüşəndə A2 olacaq A3. Bax belə. Baxaq. AND funksiyasının içində bütün verilənlər doğru olmalıdır ki, cavab true olsun. A2 25-dən böyükdür. Bəli. A2 45-dən kiçikdir. Bəli. B2 3-dən böyükdür. Xeyr. Deməli, AND funksiyasının cavabı true yox, false çıxacaq. If funksiyası da bütün şərtlər ödəndisə doğru olacaqdır. Cavab uyğundur olacaqdır. Ödənmədisə uyğun deyil. Deməli, bu bizə sərf eləmədi. Bizə uyğunlar lazımdır. Uyğundur. İndi bunu yoxlayacağıq. Bu düstur bura düşəndə olacaq A3. A3, gəlin sizə bunu lap rahat, lap loru dildə izah edeyim. Sizin üçün çox rahat, anlaşıqlı olsun. Mən niyə bir-bir 10 dəfə bunu yoxlayım ki? Bax, C3, C9 diapazonuna sürüşdürəndə bütün bu xanalara sürüşdür deməkdir. Əgər bu düstur, bu və bu xanaya uyğun hərəkət edirsə, buradakı düstur bu və bu xanaya uyğun olacaq. Bu düstur bu və bu xanaya. Deməli, biz bütün bu xanaları yoxlayacağıq. Bizdən nə istəyir? Nə zaman cavab uyğun çıxacaq? Nə zaman cavab uyğun çıxacaq? Buradakı şərtlərin hamısı ödənsin. A2 xanası 25-dən böyük olmalıdır, 45-dən kiçik. Yəni 26 ilə 44 intervalında olmalıdır. B3 xanası, B2 xanası da 3-dən böyük olmalıdır. Yəni 4-dən sonsuzluğa qədər. Baxın, bu uyğun deyil. Çünki 3-dən böyük deyil. Getdi. Bu da uyğun deyil. Çünki 26-44 arasında deyil. Bu uyğundur. 26-44 arasındadır və B2 də 4-dən böyükdür. Bu uyğundur. Bu da uyğundur. 26-44 arasındadır və B2 də burada B5 olacaq. Böyükdür 4-dən. Bu uyğun deyil, 26-dan böyük deyil. Bu uyğun deyil, 26 və daha böyük deyil. Bu uyğun deyil, 44-də dayanmalıydı, bu 45-dir. Bu da uyğundur. 26-44 intervalına düşür, 36. Bu da 4-dən böyük. Baxın, çox primitiv yanaşıram. A2 25-dən böyükdür. Deməli, 26 və daha böyük ədədlər olmalıdır. A2 45-dən kiçikdir. Deməli, 44 və daha kiçik ədədlər olmalıdır. Yəni, 26 ilə 44 arasında olmalıdır. Nə? A2. A-dakı burada da. B2 də 3-dən böyük olmalıdır. 3-dən böyükdə nə var? 4 və daha böyüklər. 4, 5, 6 və s. Belə də seçim aparanda cəmi 3 dənə sətir uyğun gəlir, qalanları yox. Bir damcı məncə çətindir tələbələr baxımından. Düzgün cavab 3. 15 yazmaq üçün biraz çətin imtahan olsa da 13-14 nəticələri qoya bilərdiniz ortalığa. Ümid edirəm ki, imtahanlarda uğurunuz bol olacaq, əziyyətiniz qarşılıqsız qalmayacaq. Diqqətiniz üçün çox təşəkkür edirəm. Növbəti videolarımı gözləyin. Hamınıza uğurlar.